Bu cədvələ baxdıqca baxırsan, doymursan. İnanılmazdır, amma yuxu deyil, reallıqdır. Avropanın ən nüfuzlu klub turnirinin sıralamasında 36 komanda arasında hər iki oyunda qələbə qazanan 6 klub var və onlardan biri bizim Qarabağdır. Adlara baxın: Almaniya, İspaniya, Fransa, İtaliya, İngiltərə və yığma komandasına, milli çempionatına görə bu ölkələrdən yerlə göy qədər uzaq olan Azərbaycan. Bu artıq Qarabağ Futbol Klubunun təkcə bir idman yarışında qələbəsi deyil, həm də mənəvi, psixoloji cəhətdən zəfəridir. Avropa futboluna əzələ nümayişidir. Bəli, qarşıdakı oyunlardan sonra Qarabağ bu mövqeyini tərk edə, lap 25-ci yerə də yuvarlana bilər. Amma faktiki bugün dünyanın istənilən nöqtəsindəki misterlər, serlər, seniorlar UEFA Çempionlar Liqasının hazırki turnir cədvəlində Barselonaya, Manchester City'yə, Liverpool'a, Chelsea'yə, Galatasaray'a yuxarıdan aşağı baxan Qarabağı görüb təəccüb və heyrət dolu sual içində qalır. Bu Qarabağ həqiqətənmi Azərbaycan futbolundan çıxıb? Qarabağ zaman-zaman öz gücünü, statusunu Avropadakılara qəbul etdirərək buralara gəlib. Düzdür, Qarabağın məğlubiyyətini həzm edə bilməyən Mourinho kimi problem Benfica'nın Chelsea'yə uduzması deyil, Qarabağa uduzmasıdır. Düşüncəsində olan egoist Avropoidlər də var. Qarabağ belələrinin cavabını həm meydanda, həm də meydandan kənarda kübarcasına, təvazökarlıqla verir. Mən Jose Mourinho'ya nə sual verə bilərəm, nə də cavab verə bilərəm. Çünki o Jose Mourinho'dur. Yəni o dahi məşqlərdən biridir. Kopenhagen maçından əvvəl bizi iki məqam narahat edirdi. Zədəli Marko Yankoviçin yoxluğu və Benfica üzərində qələbənin mümkün eyfariyası. Qurban Qurbanov ikisini də həll etdi. Eyfariyadan əsər əlamət yox idi. Yankoviçi də Kadi Bikalyo tandemi əvəzlədi. Xüsusən Pedro Bikalyo möhtəşəm idi. Pressingdə, rəqibdən top almalarda, hücumların qurulmasında Braziliyalı çox yaxşı idi. Zubrin hesabı açdığı epizodda da qolu məhz Bikalyo yaratdı. Birinci hissənin son 15 dəqiqəsindəki qol vəziyyətlərinin heç olmasa birindən istifadə olunsaydı, qarşılaşmanın qalan bölümünü nisbətən rahat izləyəcəkdik. Amma Kopenhagenin qapıçısı həmin epizodların hamısının qəhrəmanı oldu. İkinci hissədə Danimarkalılar təzyiqi artırınca bizim də qan təzyiqimiz yüksəldi. Gah Kohalski əla oyunu ilə qola imkan vermədi, gah da qapı tiri dadımıza çatdı. Qələbənin əldən çıxacağı qorxusu bütün varlığımızı sarıdığı anlarda səhnəyə Emmanuel Addaye çıxdı. Əksər oyunlarını tənqid etdiyimiz, meydanda yöndəmsiz göründüyündən şikayətləndiyimiz Addaye. Benfica maçında olduğu kimi Qurban Qurbanov yenə əvəz etmədə düz 9-luqdan vurdu. Daha belə deyək, bərk futbolçunun, daha topa belə deyək də yapışan futbolçunun sonradan meydana girməsi gözlənilirdi, vacib olacaqdı. Yəni ona görə Addaye bu elementdə belə deyək biraz üstündür. Ona görə düşündük ki, elə bəlkə sonradan burası daha faydalı olar. Çünki həm də ki Addaye həm sol mövqedə oynaya bilər, həm ortada oynaya bilər. O üstünlük də var idi. Onu da nəzərə alaraq belə bir addım atdıq. Ümumən belə oyunun gedişatında bəzən həmişə düşündüklərimiz düz olmur, bəzən həmişə əvəz etmələrimiz uğurlu olmur. Amma şükürlər olsun Allaha, həm əvvəlki oyunda, həm bu oyunda uğurlu oldu. 90 dəqiqənin bitimində bütün Azərbaycan sevinirdi. Sıravi azarkeşdən dövlət başçısına qədər. Kopenhagen üzərində qələbənin xəbərini elə Kopenhagen səfərində alan prezident İlham Əliyev Qarabağa təbrikini də Danimarka paytaxtından çatdırdı. İki oyuna maksimum nəticə göstərən Qarabağ indi 5 Avropa nəhəngi ilə birgə liderlər qrupundadır. Qurban Qurbanovun komandası Benfica və Kopenhagendə daxil Çempionlar Liqasında qarşılaşacağı Atletik Bilbao, Chelsea, Napoli, Ajax, Eintracht Frankfurt və Liverpooldan çox xal toplayıb. Xəyallarımızı gerçəkləşdirən komanda uğurların davamlı olsun. İlkin Fikrətoğlu, xüsusi olaraq Sport Info saytı üçün.